إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا من سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Artıq demək olar Ramazan ayına sayılı günlər qalmışdır. Allah Teala bizi Ramazan ayına yetişib və o ayda bağışlanan qullarını etsin. Həmçinin sələflərdən varid olub ki, onlar Ramazandan 6 ay əvvəl o aya yetişmək üçün dua edər. Ramazandan 6 ay sonra isə o ayda etdikləri əməllərin qəbul olmasını uca Allahdan istəyərdilər. Belə ki, möhtərəm müsəlmanlar, Şaban ayı girdiyi vaxtdan artıq Ramazan ayına hazırlaşmağa başlamalıydıq. İndi gəlin düşünək ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Şaban ayında orucu çoxaltdığı kimi bizə çoxaltdıqmı? Günah və asiliklərdən səmimi tövbə etməklə bu ayın gəlişi üçün hazırlıq gördükmü? Yəni salih əməlləri artırmağa çalışdıqmı? Nəfsimizi hesaba çəkib qəlbimizi dünyadan uzaqlaşdırdıqmı? Biz bilmirik bu aya yetişə biləcəyimi, yoxsa ləzzətləri paramparça edən ölüm bizi haqlayacaqmı? Elə isə nəyə güvənib əməllərimizi Ramazan ayına saxlayır və bununla da özümüzü aldadırıq? Özümüzü aldadırıq? Bəlkə də elə isə nəyə güvənib əməllərimizi Ramazan ayına saxlayır və bununla da özümüzü aldadırıq? Bəlkə də ölüm bizi bu ay yetişməkdən ayıracaqdır. Yəni, neçə insanlar oldu ki, ötən Ramazanlarda bizimlə idilər, lakin bugün, yəni bu Şaban artıq onlar bizimlə deyil. Əməlləri ilə baş-başa qəbirdədirlər. Onların da bizim yerimizdə olub tərk etdikləri əməlləri etmək üçün necə həsrət çəkdiklərini bir bilsəydik. Yəni oruc ən əfsəl və ən böyük ibadətlərdən sayılır. Yəni onun fəziləti və əzəmətli şəni barədə Quran və sünnədə çoxlu dəlillər varid olmuşdur. Yəni orucun fəzilətinə Allah Teala oruç tutmağı bütün ümmətlərə yazmış və onların üzərinə fərz etmişdi. Necə ki, Uca Allah buyurur: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Əgər bu əzəmətli bir ibadət olmasaydı, Uca Allah onu bütün ümmətlərə fərz etməzdi. Yəni orucluqdan da qayə təqvanı həyata keçirtməkdir. Hansı ki, Allah Teala təqvalı olmağı əmr edib və bütün ümmətlərə bunu tövsiyə edib. Necə ki, Uca Allah buyurur: "Və laqad vassaynallazīne utul kitaba min qablikum və iyyakum an ittaqullah." Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmağınızı buyurduq. Necə ki, Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən sama Ramazan iman və ihtisaban ğufira lehu ma taqaddama min zənbihi." Kim Ramazan ayını imanla və savabını umaraq, yəni Allahdan umaraq oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Yəni Ramazanı imanla və əcrini umaraq keçirmək nə deməkdir? Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, imanla, yəni orucu tutursan, çünki Allah Teala bunu şəriətə varid edib, onu vacib edib, ondan razı qalıb və onu əmr edib. Əcrini umaraq isə, yəni ixlaslı və savabını Allahdan umaraq tutmağındır. Və digər hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Mən qama Ramazan iman və ihtisaban ğufira lehu ma taqaddama min zənbihi." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim Ramazan gecələrini imanla və mükafatını yalnız Allahdan istəyərək namaz qılarsa, yəni təravih namazı qılarsa, keçmiş günahları bağışlanır. Yəni, çox təəssüflər olsun ki, bəzi müsəlmanlar olur, Ramazan ayını orucunu tutur, amma təravih namazlarını qılmırlar. Yəni, insan özünü bu xeyirdə məhrum etməməlidir, hansı ki, keçmiş günahların bağışlanmasıdır. Və orucun fəziləti haqqında digər hədis Əbu Səid Xudri radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdu: "Kim Allah yolunda bir gün oruç tutarsa, Allah Teala onun üzünü cəhənnəm odundan 70 il uzaqlaşdırar." Subhanallah. Və həmçinin, dəyərli müsəlmanlar, orucun savabı müəyyən bir ədədlə məhdudlaşmayıb. Əksinə, orucluya savabı hesabsız veriləcək. Əbu Hureyra radiyallahu anhudan gələn hədisdə Peyğəmbər
sallallahu əleyhi və səlləm buyurmuşdur. Uca Allah deyir ki, Adəm övladının bütün əməli özü üçündür. Oruç tutmaqdan başqa. O mənim üçündür və onun mükafatını özüm verəcəyəm. Və oruc bir qalxandır. Yəni sizlərin biriniz oruclu günü olarsa, pis sözə danışmasın, səsini qaldırıb mübahisə etməsin. Əgər kimsə onu təhqir edib, onunla vuruşarsa, mən oruç tutmuşam desin. Və Muhammedin nəfsi əlində olan Allaha and olsun ki, oruclunun ağzına gələn qoxu qiyamət günü Allah yanında mis qoxusundan gözəldir. Və oruclunun fərəhləndiyi, yəni sevindiyi iki an vardır. Belə ki, orucunu açdığı zaman iftarı da fərəhlənər, Rəbbi ilə görüşdüyü zaman orucu ilə fərəhlənər. Başqa rəvayətdə gəlir ki, Adəm övladının bütün əməli qat-qat artırılar. Bir yaxşı əməli 10 mislindən 700 mislinə kimi artırılar. Uca Allah belə deyər, orucdan başqa. O mənim üçündür və onun mükafatını özüm verəcəyim. Belə ki, oruclu kimsə şəhvətini və yeməyini mənim üçün tərk etmişdir. Bu hədis bir çox yöndən, yəni oruç tutmağın, yəni fəzilətinə dəlalət edir. Şeyx Muhammed ibn Salih Əl-Hüseymin rahimehullah bu hədisin şərhində gətirir. Deyir ki, Allah Teala orucun şərəfinə, onda olan məhəbbətinə və orucdakı ixlasın aşkar olmasına görə bir çox əməllər içərisində, yəni oruç tutmağın mükafatlandırmasını özünə aid etmişdir. Çünki oruc Allahdan başqa heç kimin bilmədiyi qul ilə Rəbb arasında bir sirdir. Yəni oruclu birisi insanlardan xali, yəni gizli bir yerdə Allahın onu oruc vaxtı haram etdiyi şeyləri pozmaq gücündə olduğu halda bunu etmir. Belə ki, xəlvətdəykən onu görən Rəbbinin olduğunu bilir, yemək və içməyin haram olduğunu dərk edir, buna görə də Allahın əzabından qorxduğu və savabına rəğbətdə olduğu üçün orucunu qoruyur. Allah Teala da onu ixlasına görə mükafatlandırır və digər əməllərdən fərqli olaraq orucun mükafatını özünə aid edir və bunun səbəbini açıqlayır ki, şəhvətini və yeməyini mənim üçün tərk etmişdir. Yəni, qiyamət günü bunun faydası da üzə çıxacaqdır. Necə ki, Sufyan ibn Uyeynə rahimehullah deyir ki, qiyamət günü Allah Azze və Cəllə qulunu hesaba çəkər. Yəni, etdiyi zülümləri bütün əməllərindən qarşılayar. Sonda oruc qalar, yəni ona toxunmaz. Əgər yenə zülümləri olarsa, yəni Uca Allah onları özü ödəyər və orucuna görə onu cənnətə daxil edər. Və digər fayda, Uca Allah oruc haqda deyir ki, onun mükafatını özüm verəcəm. Yəni, onun mükafatını öz kərim nəfsinə aid etmişdir. Çünki salih əməllərin savabı ədədlə artırırlar. Bir yaxşılıq 10 mislindən 700 mislindən qədər artırır, amma oruc Allah-u Teala heç bir ədədlə əlaqələndirmədən onun mükafatını özünə aid edir. Allah-u Teala ən səxavətli, ən cömər olandır. Hədiyyə də onu verənin dəyəri qədərdir. Buna görə də oruçdan savabı və mükafatı çox böyük və hesabsız olacaqdır. Həmçinin orucda səbrin 3 növü cəm olmuşdur. Necə ki, İbn Qeym Rahimullah gətirir, səbrin 3 növü var. Allah-u Teala itaətli səbir, Allah-u Teala haramlarına qarşı səbir və həmçinin Allah-u Teala'nın acı qədərinə qarşı səbir. Allahın itaətli səbirdir. Çünki Allah-u Teala biz oruç duruq, şəriətdə varid edib, bizə vacib edib. Bu Allah-u Teala'ya itaətli olan səbirdir. İkinci, Allah-u Teala'nın haramlarından qarşı səbirdir. Hansı ki, gündüz vaxtı ona yemək, içmək, oruç deyə haram olduğu üçün, yəni haramlara qarşı səbir edir. Üçüncü isə acı qədərə səbir. Bu da, yəni oruclu insan ac qalır, susuz qalır və bədənin və nəfsin zəifliyidir. Yəni acı qədərdir bu da. Yəni bunu səbir edir. Deməli, səbrin 3 növü də orucluqda cəm olub və bununla da oruç tutan səbr edənlərdən olur. Allah Teala buyurur ki, İnnəmə yuvaffəs sabiruna əcrahum bi xeyri hisab. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir. Və həmçinin oruc qalxandır. Yəni, oruc insanı pis sözlərdən və lağlağadan qoruyan bir qalxan və örtükdür. Buna görə Peyğəmbər s.ə.v demişdi ki, əgər kimsə onu təhqir edib, onunla vuruşarsa, mən oruç tutmuşam desin. Yəni, oruc həmçinin oddan qoruyar. Necə ki, Cəbrin Abdullah rəvayət edir ki, Peyğəmbər s.ə.v buyurur, oruc qulun onunla özünü oddan qoruduğu bir qalxandır. Və digər fayda isə oruç tutanın ağzından gələn qoxu Allah yanında misk iyindən də gözəldir. Çünki bu qoxu orucluq səbəbi ilə baş verir. Bu səbəbdən deyilən qoxu Allah qatında daha gözəl və sevimli olur. Yəni, öz növbəsində bu, orucun Allah yanındakı əzəmətli şəninə dəlalət edir. Ona görə insanlar arasında pis və xoşagəlməz görünən şey uca Allaha itaətdən yarandığına görə onun yanında sevimli və gözəl olur. Və digər fayda isə bu hədisdən çıxan fayda
Şeyx buyurur ki, oruç tutanın iki fərəhi vardır. Yəni iftar etdiyi zaman sevinci, Rəbbi ilə görüşdüyü zaman olan sevinci. Allah Teala onu oruç kimi əfsəl və savablı bir ibadətdə həyata keçirməyə müvəffəq etdiyi üçün fərəhlənir. Bu ibadətdən məhrəm olan insanların çoxluğunu nəzərə alsaq, bu sevinç hissini dərk etmiş olarıq. Yəni Rəbbi ilə görüşdüyü zaman tutduğu oruca görə mükafatın kamil olduğunu görüncə sevinəcəkdir. O vaxt insana belə bir savabə ehtiyac olan vaxtdır. Yəni qiyamət günü oruç tutanlardan başqa heç kəsin daxil ola bilməyəcəyi Rəyyan qapısından girmələri üçün onlara belə deyiləcəkdir. Haradadır oruç tutanlar? Və həmçinin dəyərli müsəlmanlar, orucun fəzilətlərindən biri odur ki, qiyamət günü sahibinə şəfaətçi olacaq. Abdullah ibn Amr, Allah hər ikisindən razı olsun, rəvayət etdikləri hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir ki, oruc və Quran qiyamət günü qula şəfaətçilik edəcəklər. Oruc deyəcək ki, ey Rəbbim, gündüz vaxtı ona yemək və içməyə və şəhvətlərə mane oldum. Məni onca şəfaətçi et. Quran belə deyəcək, ey Rəbbim, gecə vaxtı yuxusuna mane oldum. Məni onca şəfaətçi et. Sonda hər ikisi şəfaət edəcəklər. Oruç tutanlar üçün cənnətdə bir qapı vardır. Yəni o Rəyyan qapısı deyilir. Yəni o qapıdan oruç tutanlar daxil olacaqlar. Sahil ibn Səddən radiyallahu anhu rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Cənnətdə bir qapı var, ona Rəyyan qapısı deyilir. Qiyamət günü o qapıdan oruç tutanlar daxil olacaqlar. Onlardan savayı heç kəs o qapının daxil olmayacaq. Oruç tutanlar haradadır deyiləcək. Ayağa qalxacaqlar. Yəni onlardan başqa heç kəs o qapının daxil olmayacaq. Daxil olduqdan sonra qapı bağlanacaq və daha heç kəs o qapıdan daxil olmayacaq. Qul şəri qaydada, yəni ixlaslı və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə, yoluna tabi olduğu halı oruç tutarsa, haqq üzərində sabit qədəm qalar, imanı artar, yəqinliyi güclənər, gözəl əxlaqı sahib olar, yəni şəhvətin sınması kimi çoxlu faydalar, həmçinin qorxudur, ümiddir, məhəbbətdir və sair qəlb əməlləri qazanmış olar. İbn Qeym Rahimullah buyurur, deyir ki, doğru düşüncə və sağlam fitrət orucun necə faydalı olduğunu təsdiqlədiyi üçün uca Allah da qullarına mərhəmət, yaxşılıq və qoruyucu qalxan olsun deyə orucu onlara vacib etmişdir. Dəyərli müsəlmanlar, hətta bu aya yetişsək belə, yenə də bu bizi bu ay üçün hazırlıqlar görməkdən yayındırmamalıdır. Çünki artıq ilk Ramazan deyil ki, şahid oluruq. Şaban ayını ona hazırlaşmaq əvəzinə Ramazanda filan əməllər edəcəyəm. Misalda hər gün Qurandan müəyyən cüz oxuyacağım, 1, 2, 3, 4 cüz oxuyacağım, gecələri qiyamda, gündüzləri digər ibadət keçirəcəm və s. Bu kimi nəfsimizə vədlər veririk. Lakin Ramazan yetişdikdə istəmədən olsa belə vədlərimizə xilaf çıxırıq. Bilirsiniz nəyə görə? Əlbəttə, şübhəsiz ki, Allah Teala istərsə ən zəif qulunu belə öz hikməti ilə layiq görüb böyük ibadətdən müvəffəq edər. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bu aya hazırlıq gördüyü halda biz hansısa üzürlərlə bu ay hazırlıq görməkdə boyun qaçırırıq. Və Ramazan ayı gəldikdə hələ də tərbiyələnməmiş, hələ də buna hazır olmayan qəlbimizdə bu ibadətlərə qarşı hələ də yetəri qədər rəğbət və hərislik yaranmamış nəfsimizi birdən-birə bu qədər ibadətlə mükəlləf edirik. Biz haramlara, şəhvətlərə, rahatlığa bu qədər meyl edən nəfsimizlə Ramazana hazırlıq görmədən onu qarşılayırıq. Lakin eyni zamanda unuduruq ki, bəşəriyyətin ən xeyirlisi olan Muhammed sallallahu aleyhi ve sellem bu ay üçün əvvəlcədən hazırlıq görərdi. Biz ondan mı, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem'in mi xeyirlik, yoxsa nəfsimizin itaat üzərində səbr edəcəyinə mi bu qədər əminik? Həqiqətən neçə insanlar var ki, Ramazana yetişər və Ramazanı keçirdərək, lakin onun fəzilətinə nail olmaz, yəni bağışlanmazlar. Bunda əsas səbəbi o insanların həmin ayda ibadətlərdən uzaq düşmələri, yəni qəlblərin dünyaya meyl etməsi, dərdlərin hələ də dünya problemlərinin olmasıdır. Bu da onların öz nəfslərini bundan əvvəl və bu ay üçün hazırlamaması və alışdırmamasındandır. Yəni Cəbir ibn Abdullah radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb amin dedi. Sonra ikinci pilləsinə qalxıb əmin dedi. Sonra üçüncü pilləsinə qalxıb əmin dedi. Sahabələr soruşdular ki, ey Allahın elçisi, biz səni 3 dəfə əmin dediyini eşitdik. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, birinci pilləyə qalxdıqda Cəbrayıl əleyhissalam yanıma gəldi. Ramazana yetişib, günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun.
Mən də əmin dedim. Sonra dedi ki, valideynlərin hər ikisi, yaxud biri qocanadək onunla yaşayıb, sonra da üzlərinə ağ olub, bu səbəbdən də cənnətə daxil olmayan bəndə bədbəxt olsun. Mən də əmin dedim. Sonra deyir ki, yanında xatırladığı zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun. Mən də əmin dedim. Allah Teala bizə bu il oruç tutmağı nəsib edibsə, biz bunu layiqincə yerinə yetirməliyik. Talha bin Ubeydullah radiyallahu anhu rəvayət edir. Deyir, Bəli qəbiləsindən iki kişi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldi. İkisi də İslamı qəbul etməkləri bərabər oldu. Bunların biri digərini daha çox çalışqanıdır. Bunlardan çox çalışqan olanda döyüşə gedir və şəhid olur. Digər isə ondan sonra bir il yaşayır. Sonra o da vəfat edir. Talha deyir ki, mən yatarkən yuxuda cənnətin qapısı yanında olduğum sırada bu iki kişi ilə qarşılaşdım. Cənnətdən bir nəfər çıxdı və bu iki kişidən sonradan vəfat edənə, yəni cənnətə girməsi üçün izin verdi. Sonra yenə çıxdı və şəhid olan kişiyə cənnətə girməsi üçün izin verdi. Daha sonra o mənim yanıma qayıdıb belə dedi, sən geri dön. Çünki sənin cənnətə girməyinin zamanı hələ çatmadı. Talha səhəri gün bu yuxunu insanlara danışır. İnsanlar buna şəhid olan kişinin digərindən sonra cənnətə girməsinə təəccüblənirlər. Nəhayət bu xəbər Peyğəmbər sallallahu aleyhi ve sellemə çatdı və bu yuxunu danışdılar ona. Və o Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, siz bunun nəyini təəccüblənirsiniz? Ona dedi, ey Allahın Rasulü, bu yoldaşının daha çox çalışqanıdır, sonra da döyüşə getdi, şəhid oldu. Halbuki o bundan öncə cənnətə girdi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, o bundan sonra bir il yaşamadı mı? Onlar dedilər, bəli. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ramazan ayına yetişib, oruç tutdu mu və bir il bu qədər səcdə etdi mi? Onlar dedilər, bəli. Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur, bu halda ikisinin arasında olan məsafə göy ilə yer arasında məsafədən daha uzaqdır. Subhanallah. Vaxtı, yəni ona görə dəyərli müsəlmanlar, vaxtı səmərəli keçirmək lazım Ramazanda, Quran oxumaq, çox atmaq, Allah təzyiq etmək lazımdır, çoxlu. Və ona görə dəyərli müsəlmanlar, vaxtı Ramazanda səmərəli keçirmək lazımdır. Yəni, Quran oxumaq, çox atmaq, Allah təzyiq etmək, çox atmaq. Yəni, təkcə acılıq qalmalı deyil. Yəni, təəssüflər olsun ki, bəzi müsəlmanlar var ki, yəni, sahurdan ta iftara qədər yatırlar. Yəni, onlara təkcə acılıq qalır oradan. Və əfsuslar olsun ki, yəni, Ramazanda bəzən vaxt oğrusu olan, yəni, sosial şəbəkələrdə vaxt keçirtmək, insan digər işlərlə məşğul olması, yəni, onu ibadətdə yayındıran məsələləri bu ayda geri qoymalıdır. Yəni, insan bu aya yetişibsə, bu ayı doğru düzgün keçirməlidir. Yəni, biz bilmirik, yəni, gələn Ramazanlara sağ çıxarıq, yoxsa yox. Sanki son Ramazan kimi insan nədir? Yəni, bu ayı keçirtməlidir. İbn Qeym Rəhməllah buyurur, ən yaxşı oruç tutanlar, oruç olduqları zaman Allah-u Teala ən çox zikr edənlərdir. Ona görə insan çalışmalıdır, Ramazana tövbə ilə daxil olmalıdır. Əli ibn Hüseyin Rəhməllah deyir ki, həqiqətən tövbə əməl ilə günah işdən qayıtmaqla olur. Yəni, mücərrəd olaraq söz ilə deyil. Uca Allahdan istəyirəm ki, bizi sevdiyi və razı qaldığı əməllər müvəffəq etsin, bilmədiklərimizi bizə öyrətsin, öyrətdiklərini bizə faydalı etsin, bizi orucun qədrini bilən və orucun tələb etdiyi şəkildə ixlaslı, onun razı qaldığı formada orucu bilib, kamil şəkildə əda edənlərdən etsin və bizi bu aydan bağışlanan qullarına etsin. Və sallallahu səlləm alə nəbiyyə Muhammed və alə alihi və səhbihi əcməin. Subhanakallah bihamdik, əşhədu ən la ilə ənd, əstəğfirullah və tuğbi ileyh.